Ağdaşdan hər kəsi salamlayıram. Avqustun 17-si mənim mamamın doğum günü idi. Bu münasibətlə də uşaqlar nənələrini təbrik etməyə gəlmişdi. Qəfildən, anidən nənənin də xəbəri yox idi. Heç də sevmir ad günü, kimsə təbrik eləsin, hədiyyə alsın. Deyir, mən uşaq deyiləm, ayıbdır, utanıram. Nənə sevməsə də biz hər il gedib təbrik edirik. Burada da mənim rəfiqəm bizə qonaq gəlmişdi. İllərdir münasibətimiz var idi. Ancaq ilk dəfə idi. Onun üçün belə bir süfrə açdım. Evimizdə olandan, Allah verdiyi ruzidən beləcə süfrəmizi bəzədik. Çox sevdiyim bir insan, güvəndiyim, etibar etdiyim bir insandır. Görüşümüz bu günə təsadüf etdi. Məni izləyən videom kimin qarşısına çıxsa çox xahiş edirəm, dəstək olun bacınıza. Kanalıma abunə olun, videomu bəyənin, şərh yazın. Çox xahiş edirəm, rica edirəm sizdən. İnşallah ki, videolarım siz bəyənsəniz, aktiv olsanız, mənim də videolarım ardı-ara tez-tez çəkib paylaşacağım inşallah. Rəfiqəm gəldi, oturduq, çay içdik, yemək yedik, söhbət etdik. Həqiqətən də uzun-uzadı. Yəni belə deyim, mənimlə eyni xasiyyətdə olan bir insandır. Ruh əkizim deyirəm ona. Eyni xasiyyətdəyik, xarakterdəyik. Söhbətimiz o qədər şirin, mənalı keçdi ki, vaxt necə keçdisə həqiqətən də bilmədik. Plov dəmləmişdim, zoğal vaxtı olduğu üçün zoğallı belə qara etdim, çox dadlı idi. Bax, belə bir ətdir, soğandır və zoğaldır. Çox dadlı olur, ətri, qoxusu. Belə də bir həyət beçəsindən, sizin başa düşdüyünüz dildə deyim, yəni həyət beçəsindən, öz həyətimizin beçəsindən xaşlamadır, buğlamadır, kələpürdür, bilmirəm, adını səhv salıram həmişə onların. Elə bir yemək eləmişdim, nə bilim, olandan. Bu da mənim cücələrimdir, olmazsa olmaz, süfrəmin bəzəyi, evimizin bəzəyi, cücələrim. Bu da bir neçə günün videosudur, az-az çəkib sizlərlə paylaşıram. Belə bir video yığıb, montaj edib paylaşıram. Uşaqlar üçün məktəb geyimləri aldıq. Gedib keçən illərin məktəbə bir həftə qalmış getdim. Yönlü bir məktəb paltar tapa bilmədim. Bizim rayonda dedilər ki, bir dəfə gəlir, nə satıldı odur, da ikinci dəfə geyim gətirmirik. Mən də yönlü paltar tapmadım. Bu illərim həmən paltarlar gələn kimi yoldaşımı da götürüb getdim məktəb paltarları almağa uşaqlara. Bantlar, maykalar çox baha idi. Keçən illərin bantın cütünü 1 manat 50 qəpiyə almışdımsa, bu illərin bir dənəsi 1 manat 50 qəpiy idi. Bantları xarab olmuş deyənə hamısını tulladım. Təzə 3 cüt bant aldım. 2 kalqotka qızıma, 2 cüt corab qızıma. Maykalar, at paltarları almışdım deyənə 2 dənə mayka aldım. 4 manat 80 qəpiyə biri. Dedilər, bu maykaların firması 4 manat 80 qəpikdir. Çox gözəl, hava keçirdən bir maykalardır, xoşum gəldi. Köynəklər aldım, belə qol gödək köynəyi bir ədəd aldım hər birinə. 13 manat 50 qəpiyə biri. Qol uzun köynəyində biri 13 manat 50 qəpiy idi. Ondan da hərəsinə 2 dənə aldım. 2 qol uzun köynək, 1 qol gödək köynək beləcə aldım ki, dəyişərlik olsun qışda. Qol gödəyi, keçənki köynəklərdə dururdu qol gödəkləri. Yupqa, belə ətli yupqa xoşum gəlir, yumuşaq ətli deyirəm mən ona, yumuşaq materiallı yupqa xoşum gəlir. 18 manat 20 qəpiy idi, bu da çox gözəl ürəyimcə oldu bu yupqa da. Bu illərim tez aldıq deyənə hər bir şey ürəyimcə olan bir geyimləri aldıq uşaqlara. Belə bir gödəkcə aldıq, bu da çox gözəl. 22 manat 40 qəpiy idi. Bunun da qiyməti içi astarlı. Həqiqətən də nə nazik deyil, nə qalın deyil. Mən çox qalın da xoşlamıram uşaqlara, çox nazik də xoşlamıram uşaqlara. Normal, orta qalınlıqda xoşlayıram. Bu qızımın geyimləridir belə. Allah bütün valideynlərə imkan yetirsin ki, uşaqların yanında üzü qara qalmasınlar. İstədiklərini ala bilsin. Bu belə bir dəst qızımın paltarı. İndi isə oğluma aldıqlarımı paylaşıram. Oğluma da bir dənə kəmər, şalvar, ona da eyni 2 köynək, 2 mayka, 1 qol gödək formada köynək. Qiymətləri eyni idi. Köynəklərin qiymətləri eyni idi. Maykaların qiymətləri eyni idi. Yumuşaq, qəşəng maykalar idi, ancaq baha idi. Yəni həqiqətən çox bahadır. Çətindir almaq.
Bunları indi yuyub, ütülüyüb götürmüşəm. Köynəkləri inşallah qismət olsun, xeyirlisinlə məktəb çatsın, geyinsinlər, getsinlər. Bu da şalvardır. Şalvarını ancaq 30 manat 80 qəpiyə aldıq. Yumşaq materialdadır. Bunu atası seçdi. Dedi, qoy yaxşı olsun belə. Sumka almayacam heç birinə. Keçən il almışdım, təptəzə qalıbdı. Termos da alınmayacaqdı. Termoslar da təzədir. Keçən il alınıb. Bu illərim bunları aldıq. Bir də dəftər, inşallah. Dəftər üzü belə məktəb ləvazimatları alıb. Bir də ayaqqabı alınacaq. İzlədiyiniz üçün çox sağ olun.